ona kömək edir. Müvəqqəti kömək edir amma. Nəyi öyrədir ona? Üzməyi öyrədir. Əgər valideyn uşağı qucağına alıb, gətirib burada çayın digər kənarına qoysaydı, nə olacaqdı? O zaman scaffolding strategiyası pozulmuş olacaqdı. Lev-Vygotsky nəzəriyyəsinin tələbləri pozulmuş olacaqdı. Niyə? Çünki biz onu komfort zonada saxlamış olacaqdı. Yəni uşağın yerinə hər işi özümüz görmüş olacaqdı. Bu yanlışdır. Biz ona müvəqqəti dəstək göstəririk. Necə? Əgər biz onu komfort zonada desək, orada yaxın inkişaf zonası artıq nə olur? Pozulur, formalaşmır. Baxın, bu həyatda da belədir, ailələrdə də belədir. Məsələn, valideyn övladının yerinə hər işi görür. Adi kiçik yaşlarından nümunə çəkir. Ayağın üstü açılanda heç vaxt onu uşaq öyrətmir ki, necə bağlamalısan. Həmişə özü onun yerinə bağlayır. Nəticədə uşaq gedir məktəbə, məktəbdə də ayağının bağı açılanda kimlərsə kömək istəyir, özü onu bağlaya bilmir. Və yaxud da ki, böyüyür, onun özü, hər bir şeyi onun yerinə özü edir. Peşəni özü seçir onun yerinə. Düzdür? Peşə seçəndə də gələcəkdə nə baş verir? Bu uşaq istəmədiyi, sevmədiyi bir işlə məşğul və uğur qazana bilmir, uğurlu ola bilmir. Və ya onun üçün, nə bilim, ev alır, maşın alır, həyat yoldaşı alır və s. Yəni, hər şeyi özü edir onun yerinə. Hər şey olmalıdır, necə? Bir şey olmalıdır. Köməklik müvəqqəti olmalıdır. Yəni. Dəstək müvəqqəti olmalıdır.